Dostlar, günün hansı saatində bizi izləyirsinizsə, hər vaxtınız xeyir olsun. Hər şey şunasa xoş gəldiniz. Bu gün elə bir qonağım var ki, çox dominant qadındır, çox kəskin qadındır və mən onunla bu görüşə çox ciddi hazırlaşmışam. Bugünkü qonağım çox dəyərli kino tənqidçi Sevda Sultanovadır. Sevda xanım, ətrafda alqışlar, coşqulu konfetlər. Çox sağ olun, Hiss eləyin. minnətdaram. Xoş gəlmisiniz. Necəsiz? Çox sağ olun. Sevda xanım, sizin haqqınızda çox araşdırdım. Sizin Telegram kanalınızda izləyirəm. Mənim ciddi şəkildə öyrənirəm sizin postlarınızdan. Buna görə də əlavə təşəkkür eləyirəm sizə. Təşəkkür edirəm. Görüşə bilirsiniz necə hazırlaşmışam. Bax, vətəndaş mövqeyimdən kino haqqında mənə qaranlıq qalan bütün nüansları suala çevirmişəm. Hazırsınız? Çalışaram ki, cavab verim. Mən inanıram ki, sizin o itiliyiniz burada da özünü göstərəcək, cavab verəcəksiniz. Sevda xanım, mən bir neçə sənətkarlarımızla söhbət zamanı, onlardan da biri Sənubər İskəndərlidir. Buradan onu öpürəm. Sənubər xanımın sayəsində mən sizin Telegram qrupuna qoşulmuşam. Mesela belə bir söz eşitmişdim onun dilindən ki, məni tənqid edəcəksə Sevda tənqid etsin. Bu mənim çox diqqətimi çəkmişdi ki, Sevda xanımın peşəkarlığını bütün sənətkarlar qəbul edir, tənqidini qəbul edir və Azərbaycanda bunun kursu, məktəbi, bunun öyrədilən bir yer varmı? Sizin kimi qılıncının önü də kəsən, arxasını da kəsən. Niyə sizin nəyinizi sevirəm Sevda xanım? Məsəl üçün Oskarı tənqid edirsiniz və heç bir tənqidinizin altı boş deyil. Hər bir tənqid cümlənizi əsaslandırırsınız. Bir Sevda Sultanova necə olunur? Öncəliklə Sənubər xanıma təşəkkür edirəm. Mən onu çox sevirəm və balaca bir haşiyə çıxım ki, mən jurnalistikaya təzə başlayanda, söhbət gedir 1990-cı illərin ortalarında, onda deməli 5 mərtəbəli evin 6-cı mərtəbəsi çəkilmişdi və Sənubər xanım oynamışdı və mən onda Sənubər xanımı tənqid eləmişdim. Ümumiyyətlə filmi tənqid eləmişdi. Ülviyə könül çəkmişdi. Bəli, Ülviyə könül çəkmişdi. İndi deyəsən internet resurslarında o yoxdur. Bu günümdən baxanda o tənqidim belə çox az yadıma gəlir də. Mənə çox primitiv gəlir indi. Hətta mən bir dəfə Telegram kanalında da onu yazmışdım. İndi hətta axtardım ki, baxım indi necə onu yazardım. Təəssüf ki, tapa bilmədim. Və doğrudan Sənubər xanımı çox sevirəm. Nəyə görə sevirəm? Hər şeydən əvvəl peşəkardır və özünü aktrisa kimi sındırmağı bacarır. Bəli. Burası belə. İkinci, mən İncəsənət Universitetinin Kinoşünaslıq fakültəsini bitirməmişəm. Bəli. Heç bir əlaqəm yoxdur. Bəli. Mən kinoya jurnalistikadan gəlmişəm. Deməli, mənim jurnalistikaya gəlişim düşür 1990-cı illərin əvvəllərindən. Bu o dövr idi ki, Azərbaycanda əslində 80-ci illərin sonunda çox güclü bir jurnalist bumu yaranmışdı. Jurnalistikada yeni bir dalğa, yeni bir nəsil formalaşırdı və mən bu nəsil formalaşanda hələ məktəbdə oxuyurdum. Sonuncu sinifdə idim və mən onlardan öyrənirdim və məktəbdə mən dərs oxumurdum, ancaq qəzet izləyirdim. Ölkədə nə qədər qəzet çıxırsa hamısını hər gün alırdıq. Bizim ümumiyyətlə ailədə də həmişə kitab dominant olub, qəzet həmişə böyük bir maraq olub. O da atamdan irəli gəlirdi. Atam müəllim idi. Və bütün qəzetləri oxuyurdum, siyasi prosesləri izləyirdim. Hətta bir yazıma görə, onda mən 10-cu sinifdə oxuyurdum, məni məktəbdən qovmaq istəyirdilər. Hətta. Bu, bəli, Ayaz Mütəllibovun hakimiyyəti dövründə onda siz uşaq olarsınız, buradakılar heç xatırlamaz, Milli Məclisin iclasları canlı yayımlanırdı və mən həmin canlı yayımlarla bağlı bir pərdəli piyes yazmışdım. Bu satira idi və bunun üçün də mən əsaslanmışdım. Olmasın bu olsundan bir səhnə var, qonaqlıq səhnəsi. Ondan istifadə etmişdim o motivlərdən. Atamı məktəbə çağırdılar, icra hakimiyyətindən zəng eləmişlər məktəbə, məni soruşmuşlar. Düzdür, güclü təzyiqlər olmadı. Sonra mən bildim ki, o vaxtların populyar qəzeti Aydınlıq qəzetində çap olunmuşdu. Bu sizə icazə almadan olunmuşdu bu? Yəni çap olunma. Yox, mən özüm göndərmişdim. Ha. Məktəbin adını da yazmışdım. Mənə də deyirlər ki, axmaqsan. Canlı bomba.
Maksa məktəbin adını niyə yazırsan? Sadəcə öz adımı yazdım. Mən hər şeyi yerli yataqlı yazmışdım. Mən uşaq idim də. Həm də bir o şöhrətlənmək şeyi var idi, həvəsi var idi və çox sonralar üstündən keçəndən sonra, yəni mənim jurnalistika marağım ölkədəki siyasi hadisələrlə bağlı idi. Və üstündən neçə il keçəndən sonra artıq institutu bitirmişdim. Aydınlıq qəzetinin redaktor müavini Məmməd Nazimoğlu sonra deyəsən Azərbaycan qəzetində işlədi və rəhmətə getdi. Azərbaycan peşəkar qəzetçilərindən biri idi. Biz təsadüfən rastlaşanda mən onu deyəndə o mənim məktəbimə kimi xatırladı ki, siz həmin qızsız. Dedim ki, hə, mən həmin Sevda Sultanovayım. Dedi ki, biz sizin üçün o qədər narahat olmuşduq ki, sizdən xəbərsiz məktəbə adam göndərmişdi ki, sizi incitmirlərmi orada. Mənim jurnalistika belə fəaliyyətim belə bir qalmaqallı, yəni qalmaqalla başlamışam. Məktəbdə necə oxurdunuz? Yaxşı oxumurdum. 4-cü sinifə kimi yaxşı oxumuşdum. Çünki ümumiyyətlə məktəbə həvəsim yox idi. Ancaq kənar ədəbiyyat oxuyurdum. Qəzet oxuyurdum, jurnal oxuyurdum, bədii ədəbiyyat çox oxuyurdum. Və indi düşünürəm ki, əgər məktəb yenidən başlasaydı, mən hansı fənni oxuyardım? Heç şübhəsiz ki, biologiya. Bilmirəm niyə. Biologiyanı oxuyardım. Bioloq olmaq istərdim. Bu o deməkdir ki, məktəbdəki təhsilin, bu o deməkdir, sual verirəm ki, məktəbdəki təhsilin o qədər də önəmi yox, insanın özünü inkişaf elətdirməyinə daha çox önəmi var. Bəli, bu faktor, yəni öz təcrübəmdən deyə bilərəm ki, mən öz üzərimdə işləmişəm. Bax, dediniz ki, mən bayaq dedim ki, kinoşünaslığı bitirməmişəm. Və mən bir kinoşünas kimi özüm öz üzərimdə işləmişəm. Və mənim kəskinliyim əslində gəlir jurnalistikadan. Mən bəlkə də incəsənəti bitirsəydim, bu qədər kəskin ola bilməzdim. Çünki mən fikir verirəm ki, İncəsənət Universiteti məzunları arasında mənim qədər kəskini olan yoxdur. Məncə özünə inamla bağlıdır bu Sevda xanım. Biliyinizə məncə güvənirsiniz deyə bu qədər kəskinsiz. O da var. Misal üçün bir şey deyimsə, mən araşdırmaları çox sevirəm. Yəni tənqiddən çox araşdırmaları sevirəm. Mən hər hansı bir araşdırma eləyəndə tutaq ki, misal üçün hər hansı bir İsrail istehsalı olan müharibə filmini araşdırıram, ta ki Livan filmi. Mən həmin film haqqında yazanda filmə baxıram, o başqa. Və bir də mən həmin hadisənin tarixini öyrənirəm. Onlarla material oxuyuram. O material mənə lazım deyil. Mən istifadə etməyəcəm onsuz da. Sadəcə özgüvənlik üçün lazımdır ki, mən tutaq ki, onun hardasa ondan bəhrələnmələrim olur. Ancaq bu birbaşa şəkildə məqalədə özünü göstərmir. Dolayı şəkildə özünü göstərir. Çünki bir filmdən yazırsansa, sən həmin cəmiyyəti tanımalısan. Həmin dövrdəki situasiyanı bilməlisən, siyasi konteksti bilməlisən, tarixi, sosial konteksti və s. Yəni o özgüvənlik düz deyirsiniz. Yəni özgüvənlik həm də bununla bağlıdır. Bu məncə şeylə də bağlıdır. Bu məndə də var. Arqument kimsə gətirməsin mənim tənqidimin önünə. Bu məndə də var. Mən ona görə araşdırıram bəzən. Bəli. Ki heç kim məni tənqidimlə, yəni arqument gətirərək sustura bilməsin. Mən bunu tanıyıram bir yerdən. Sevda xanım, məsələn, belə bir məndə sual yaranır. Bir vətəndaş kimi Azərbaycanda kinoya aid bu qədər rəsmi qurumlar var. Mədəniyyət Nazirliyi var, kinostudiya var, kino agentliyi var, Azərbaycan kinematoqrafçılar ittifaqı var, hansı ki sizin də idarə heyətində olduğunuz düzdür. Bu qeyri-hökumət təşkilatıdır. Amma son dövrlər kinoya daha dominant qatqıları var. Sualım budur ki, Azərbaycanda kinoya aid bu qədər rəsmi qurum ola-ola, niyə kino yoxdur kimi rasional bir cümlə qurmaq istəmirəm. Niyə kino mühiti bu qədər zəifdir? Birinci ondan başlayım ki, mən özüm də tez-tez deyirəm əslində ki, filmlər az çəkilir. Ancaq fikir verirsinizsə, son illərdə çox premyeralar olur. Bəli. Ancaq bu üzümüzə gələn cümə axşamı Cavid Təvəkkülün yeni filminin premyerası olacaq. Spinoza'nın Taleyi, səhv eləmirəmsə. Amma bu film premyerası olan filmlər daha çox müstəqil maliyyə ilə çəkilən filmlərdir. Yəni bunların birbaşa şəkildə Mədəniyyət Nazirliyinə və yaxud da arkaya aidiyyatı yoxdur. Sualınız necə oldu? Niyə bu qədər rəsmi qurum var, amma kino mühiti zəifdir? Yəqin ona görə ki, indi kino ilə bağlı rəsmi şəkildə məsuliyyəti, görüləcək işləri, görülməli olan işləri Arka öz öhdəsinə götürür və Arka bilirsiniz ki, keçən il
keçən ildir səhv eləmirəmsə, yoxsa iniş il müsabiqə elan elədi, Bəli. ssenari müsabiqəsi. Bu ssenari müsabiqəsindən 2 ilə yaxın vaxt keçib, ortaya ancaq 2-3 qısa metrajlı film çıxıb. Onların da bir qismi post production müsabiqəsinin Bəli. nəticəsidir. Yəni birbaşa, yəni tamlıqla yəni dövlətdən maliyyə gəlməyib. Sadəcə rejissorlar filmləri çəkiblər, amma renkorreksiyasıdır, montajdır, səslənmədir. Ona pulu dövlətdən şirkət. bəli, dövlətdən alıblar. Və bu onun nəticəsidir ki, bizim kino rəsmi kino qurumlarında bu sahə ilə peşəkar şəkildə işləyən adamların yoxluğundan irəli gəlir. Bunu həmişə demişəm, inanırsınız, o qədər demişəm ki, artıq yorulmuşam və artıq demək istəmirəm. Mən məsələyə biraz başqa tərəfdən yanaşmaq istəyirəm. Bilirsiniz necə? Məsələn, kino artıq dünya tendensiyasında biznesdə həm də incəsənət nümunəsindən əlavə. Bizdə kinolarımız kommersiyalaşa bilmir. Məsələn, mən səbəb axtarıram. Sizin ittifaqın işi bir kinoçunun maraqlarını xidmət eləmək və arkaya təsir etməkdir. Arkanın isə işi kino sənayesi yaratmaqdır və bu kino sənayesini yaratmaq üçün bütün münbit şəraiti yaratmaqdır. Mən bir şirkətim var, şirkət idarəçisiyəm, həm də paralelində yaradıcı insanam. Mənim bəzən toxunuş edə bilmədiyim nüanslar olur şirkətimdə ki, ona analitik biri lazımdır ki, gəlsin ora müdaxilə eləsin. Çünki mən yaradıcı insanam, mən hər şeydə yetərli ola bilmirəm. Mən Arkanın idarə heyətinə bizneslə bağlı bir adam tapmadım. Və soruşmaq istəyirəm. Məsəl üçün Orxan Fikrətoğlu'nun müsahibəsinə baxdım. Orxan Fikrətoğlu durmadan deyir: bu il 40 film çəkilib. 40 film az deyil Səbdə xanım. Bu qədər rəsmi qurumu olan bir yer üçün, ölkə üçün. Əslində bizdə kino mühitinin çox kasad olduğu nəzərə alsaq 40 əslində böyük bir rəqəmdir. Amma məsələ ondadır ki, yəni bir il üçün. Amma o 40-ın içində nə var? Söhbət ondan gedir. 40-ın içində bir qismi qısa metrajlı filmlərdir. Qısa metrajlı filmlərin də düzdür, indi dünyada kinoteatrlarda göstərilir, amma daha çox tam metrajlı filmlər kassa gəlirləri gətirə bilər. Daha çox insanlar ona gedib vaxt ayırır. Tutaq ki, qısa metrajlı 30 dəqiqəlik filmə getməkdənsə 1 saatlıq, 1 saat yarımlıq filmə gedər. Həm də ki, bilir də, yəni pulu elə belə xərcləmirlər. Özəlliklə də bizim tamaşaçı. Ona görə də bax, o sizin dediyiniz məsələ var ki, arkada bizneslə bağlı bir adam tapa bilmədiniz. Mən ümumiyyətlə arkada çalışanların əksəriyyətini və həlledici sözlərin kimə məxsus olduğunu indiyə kimi bilmirəm bir kino adamı kimi. Keçən il mən deməli Ermənistan Milli Kinosu ilə bağlı, kino mərkəzi ilə bağlı, ümumiyyətlə kino sənayesi ilə bağlı bir neçə araşdırma elədim. Onların deməli rəsmi səhifəsi var, həm ingilis dilində, ingiliscə və bir də erməni dilində. Mən arada girib olan səhifələrinə baxıram, onlarda hər şey çox şəffafdır. Kim hansı funksiyasını yerinə yetirir, kimin səlahiyyətinə nə daxildir, onların gördüyü iş, onlar hər ay bunun hesabatını verirlər. Amma bizim Arkanın rəsmi səhifəsinə mən axırıncı dəfə nə vaxt girdiyimi xatırlamıram. Çünki nə vaxt girirəm eyni şeydir, eyni mənzərə ilə qarşılaşıram. Və orada kimlər nəyə məsuliyyət daşıyır, bu haqda mən xəbərsizəm. Halbuki onlar rəsmi səhifəsində bütün yəni işçiləri haqqında məlumat verməlidirlər. Və bir də bu tutaq ki, Ermənistanda, yəni ki, dünyanın bütün ölkələrində belədir. Dünyanın bütün ölkələrini deyəndə əslində səhv dedim. Yəni tutaq ki, Amerikada, Avropada belə bir şey yoxdur. Orada kino sənayesi tamam başqa şərtlərdə formalaşır və böyük ənənəsi var. Amma keçmiş MDB ölkələrində və keçmiş sosialist ölkələrində, Avropadakı, onlarda biraz sistem fərqlidir. Yəni biz sosializm şineldən çıxmış ölkələr üçün biz kino sistemimizi yenidən qurduq. Və Orta Asiya ölkələrində kino ilə bağlı mərkəzlər fəaliyyəti göstərir və o mərkəzlərdəki rəhbər şəxslər 4 ildən bir, 5 ildən bir, indi baxır hansı ölkə nə qədər limit təyin edir də, 4 ildən, 5 ildən bir dəyişir. Bizə də əslində belə olmalıdır. Amma bizə dediyim kimi nəinki belə deyil və ümumiyyətlə dediyim kimi oradakı olan onların fəaliyyətindən mən bilgi ala bilmirəm.
Elementar baxın bir şey deyim sizə. Venesiya festivalı sentyabrda olur da. Venesiya festivalına burdan film aparıblar. Və arka məlumat verir ki, filan film Venesiya festivalında nümayiş etdirdi. Venesiya festivalında 10 dənə, 100 dənə bölmə var. Hansı bölməsində nümayiş etdirib? Hə, tam məlumat verilmir Məlumat ictimaiyyətə. yoxdur və sonra mən başa düşdüm ki, ümumiyyətlə heç nümayiş etdirilməyib orada. Və yaxud da çox yanlış informasiyalar verilir. Misal üçün yazılmışdı ki, kimin filmi ilə bağlı yazılmışdı ki, ilk dəfə olaraq Azərbaycan Venesiya festivalında iştirak edib. Bax bu yanlış məlumatdır. Bunu sıradan bir tamaşaçı Elçin sıradan bir tamaşaçı bilməyə bilər. Bəli. Amma siz orada bilməyə borclusunuz ki, Elçin Musoğlu'dan da qabaq İbrahimbəyev, Maqsud İbrahimbəyevin oğlu Murad idi də deyəsə, onun filmi hətta gümüş şir almışdı, qısa metrajlı Azərbaycan nefti ilə bağlı film nümayiş olmuşdu. Daha sonra Elçin Musoğlu Bəli. filmi düşmüşdü Horizontlar bölməsinə. Daha sonra isə düşmüşdü Hilal Baydarovun Bəli, filmi, müştərək filmidir və ilk dəfə Azərbaycan kino tarixində Venesiyada əsas müsabiqəyə düşmüşdü. Yəni əsas müsabiqə başqadır, digər bölümlər onlar ikinci, üçüncü kateqoriyada dərəcəli gedir. Yəni ən elementar şeyləri belə, yəni yanlış verən, yanlış informasiya verən, yəni quruma mən açıq etibar eləmirəm, güvənmirəm və sizin dediyiniz o 40 film ki deyirlər, sən 40 film bu sözdür, bu statistikadır, amma iş, nəticə, 2 ildir müsabiqədən vaxt keçib, hanı o filmlər, hanı tam metrajlı filmlər? Hətta adını çəkməyəcəm, etik olmaz. Hətta yaxınlarda bir informasiya verilmişdi arka. Bir tam metrajlı film artıq çəkilir. Sonra mən öyrəndim ki, indi əlaqələrimiz vardı. Öyrəndim rejissorun özündən ki, yox, hələ mən çəkilişə başlamamışam. Çəkiliş artıq bitir fevralda bitməlidir, amma sonra mən həmin adamdan öyrənim ki, o hələ çəkilişə yazda başlayacaq. Yəni bu dezinformasiyalar çoxdur. Bu da bilirsiniz nədən irəli gəlir? Birinci növbədə kinoya sevginin olmamasından. Bəli. Və bir də ondan irəli gəlir ki, yəqin ki, bütün sahələrdə belədir. Yəni peşəkar olmayan adamlar məhz peşəkarlıq tələb edən vəzifələri iddia edirlər. Mən misal üçün neçə ildir kino tənqidçi işləyirəm də, bəlkə 10 ildən çoxdur. Bu gün mənə kino ilə bağlı vəzifə təklif eləsələr, mən heç vaxt getmərəm. Çünki mən özümü orada görmürəm. Çünki mən təşkilatı, administrativ məmur ola bilmirəm. Çünki mən hətta sizə deyim ki, demək 2000-ci illərin ortalarında Bakı Şəhər Təhsil İdarəsində mən aparıcı mütəxəssis işləmişdim. Mən çıxdım öz ərzəmdən. Çünki başa düşdüm ki, bu mənim deyil. Məmur olmaq, saat 9-dan 6 kimi kabinetdə oturmaq mənə görə deyil. Mən orada özümü çox sıxılmış hiss eləyirəm. Yəni azadlıq qısıtlanır. Həm azadlıq məsələsidir, həm də ki, mən o işi bacarmaram. Mən kinonu yaxşı bilə bilərəm, amma mən kino ssenarisini yaxşı bilmirəm, amma bunun mütəxəssisləri var. Onda bu arkaya da aiddir. Əlbəttə arkaya da aiddir. Misal üçün orada onun soyadını unutdum. Rüfət Qarazadə. Rüfət Qarazadə orada aparıcı vəzifələrdən birini tutur. Rüfət Qarazadənin İxtisası nədir? İxtisasını bilmirəm nədir. Rüfət Qarazadənin kino ilə nə əlaqəsi var? Kino idarə etməsi ilə nə əlaqəsi var? Bəlkə elə buna görə sənaye yaranmır. Elə həm də buna görə yaranmır. Çünki peşəkar münasibət yoxdur. Peşəkar münasibət təkcə bir işi peşəkar səviyyədə bilməyindən qaynaqlanmır. Həm də insanın özünə münasibətindən qaynaqlanır. Yəni peşəkar münasibət mənim üçün çox geniş anlayışdır. Həm şəxsiyyətdir, həm işini bilməkdir, həm onun cəmiyyətdə münasibətdə məsuliyyətini hiss etmək hissidir. Yəni bizim məmurlarda, yəni kino ilə bağlı məmurlardan söhbət gedirsə, mən müşahidə edirəm ki, cəmiyyətdə münasibətdə, dövlətə münasibətdə məsuliyyət hissləri çox axsayır. Yəni sən bilməlisən ki, bu vəzifəni sənə təklif edirlər ki, sən özün özünə sual verməlisən ki, mən bu işi bilirəmmi? Mən bu işi bacaracağammı? Yəni onların yəni işlərinə, özlərinə bu cür münasibəti mən sadəcə buna heyrət edirəm. Yəni ciddidən heyrət edirəm. Mən də bir vətəndaş kimi ürəyim ağrıyır. Nəyə görə? Məsələn, siz deyirsiniz saytda
mən axırıncı dəfə nə vaxt girmişəm bilmirəm. Mən dünən girmişəm. Aha. Araşdırmaq istirdim ki, Arkanı kimlər idarə edir. Mən bilmək istəyirəm, mən vergi verirəm. Mən bilmək istəyirəm ki, niyə kino mühiti yaranmır? Çünki kino bir təbliğat maşınıdır və mənim ölkəmin iqtisadiyyatına təkan verə bilər kino. Bəli. Və niyə mən vergi ödəyicisi olaraq ortada bir iş görmürəm? Arkanın rəsmi saytında belə bir məlumat yox idi. Ki, mən bilim ki, Arkanın idarə heyətində biznesi bilən adam varmı? Və mən əminəm ki, yoxdur. Çünki sizin dediyinizə gəlirəm. Biz məncə bunları açıq-açıq danışmalıyıq. Mən buradan bütün kino adamlarına səslənirəm. Bizim tənqidlərimizin ünvanı bəlkə indiyə qədər olmayıb deyə Sevdə xanım. Havada qalıb tənqidlər, heç kim öz üzərinə götürməyib o tənqidi. O araya qarışaraq yenə hərə öz dəvəquşu rejimində öz başını salaraq işini görüb. Mən sizə bir şey deyim. Konkret mənim yazılarımda həmişə konkret ünvanlar olub. Söhbət məndən gedir. Ünvanlar olub. Buna görə də mənə nifrət eləyirlər. Mən nifrət eləmirəm, amma laqeydəm. Və sizin dediyinizdə həqiqət var ki, Azərbaycanda kinoda bu qədər problemin olmasında eyni zamanda kino adamları da çox günahkardır. Bu elə Əbülfəz Qarayevin vaxtında da belə idi, Anar Kərimovun vaxtında da belə idi. Hər hansı bir rejissora qarşı deyək ki, ədalətsizlik eləyəndə, kino ilə bağlı problem olanda bizim kino adamlarımız öz səslərini çıxartmırlar, susurdular. Mən hətta bir dəfə bu haqda yazmışdım. Nicat Feyzullayevla bağlı. İstəyirsiniz oxuyum, onu da tapmışam. Götürürsünüz. İstəyirsiniz oxuyum sizin statusunuzu. Çünki bu haqda sual vermək istirdim. Belə bir statusunuz var. Bir neçə dəfə yazmışam ki, Azərbaycan hökuməti tərəfindən kinoya illərlə yaxşı vəsait ayrılıb. Amma kino məmurları onu naşılıqla səmərəsiz xərcləyib. Üstəlik indiki durumda kino adamları da günahkardır. Məsələn, kino məmuru rejissora haqsızlıq edəndə digər rejissorlar özləri film aldıqlarına görə və ya alacaqlarına görə ümid etdiklərindən daha çox susublar. Nicat Feyzullayeva hansısa subyektiv səbəblərdən film verilmirdi. Cahangir Məmmədovun vaxtında. Axırda kişinin ürəyi partlayıb öldü. Ad vermisiniz Cahangir Məmmədov. Bəli. Hətta başqa adlar da vermisiniz. Onları da oxuya bilərəm. Heç bir problem yoxdur. Başqa adlar da vermisiniz. Yusif Şeyxov, Asif Rüstəmov, Mələk Bayramlı, məsuliyyətsiz məmurlar qismində. Burada bir mən aydınlanma eləyim. Asif Rüstəmov məmur deyil, Mələk Bayramlı da heç məmur deyil. Onlar sadə kino adamları. Mən onu Asiflə Mələkin adını hansı kontekstdə çayxana mövzusu olmuşdu ki, kino studiya azad olsaydı, işğaldan azad olsaydı, gedib orada çay içərdik. Belə bir şey bildirmişdilər. Siz də o kontekstdə yazmışdınız. Mən də o kontekstdə bildirmişdim ki, yəni zamanında siz etirazınızı bildirə bilərdiniz. Misal üçün, indi mən onlar daha çox belə məmur deyirlər. Bəli, kino adamları. Siz susan kino adamları. Susan kino adamları kontekstində onları mən demişdim. İndi də sözümün üstündə dayanıram. Amma o ki, qaldı Cahangir Məmmədova və Yusif Şeyxova. Yusif müəllimdən yeri gəlmişkən biz görəndə mütləq şəkildə ondan görüşürük. Xətrini də çox istəyirəm, amma bu heç də ona əsas vermir ki, mən onu tənqid etməyim. Cahangir bəylə də belə şəxsi tanışlığımız yoxdur, Yusif müəllimdən fərqli olaraq. Amma düşünürəm ki, Cahangir Məmmədovun kino şöbəsinə rəhbərlik etdiyi dönəmdə o dövrdə Azərbaycan kinosuna doğrudan da yaxşı vəsaitlər ayrılırdı. Səmərəsiz xərcləndi Cahangir Məmmədovun vaxtında və Nicat Feyzullayev da elə həmin vaxtda ona film vermirdi. Yəni mən Nicat müəllimi bir növ konkret yox, bir növ kino durumunun simvolu kimi əslində adını çəkmək istəyirəm. Və onda mənim kulisdə böyük bir yazım çıxmışdı ki, yəni Nicat Feyzullayevin kimi ürəyinizin partlamasını istəmirsinizsə, siz ən yaxşısı özünüz film çəkin. Hətta tanış rejissorlardan biri mənə dedi ki, mən o yazını oxuyandan sonra doğrudan da qorxdum və qərar aldım ki, ümumiyyətlə müstəqil film çəkməyə başlayım. Belə bir şey. Yəni mən demək tənqid etməliyik bəzi şeyləri. Yəni bu tək mənimlə olmur.
orada. Tək bir neçə nəfərlə olmur. Başa düşürsüz? Bax, siz bayaq dediniz ki, Azərbaycan Kinematografçılar İttifaqı ictimai nəzarət funksiyasını yerinə Bəli. yetirir də. Azərbaycan Kinematografçılar İttifaqı bir QHT kimi öz üzərinə düşən nə varsa onu hamısını Maksimumunu edir. edir. Bax, misal üçün kitabların nəşri, kino ilə bağlı kitab və sizə deyim ki, yarısında pulsuz verir kino adamlarına. Yaxınlarda kino adamları üçün ingilis dili kursları pulsuz təşkil edir. Sonra biz Mən Qadınam adlı tam metrajlı filmlərin Bəli. müsabiqəsini elan etmişik və kimin ssenari ilə bağlı bilgisi yoxsa onlar üçün yenə təmənnası, çünki dövlət büdcəsindən biz maliyyələşirik və bunun məsuliyyətini hiss edərək onlar üçün pulsuz kurslar artıq 2-ci aydır ki, davam edir və çox da razıdırlar. O cümlədən bölgələrdə Azərbaycan filmlərinin göstəri və yaxınlarda yenə göstəriləcək. Mən özüm Azərbaycan Kino Teatrında hər ikinci gün həm yerli filmlərin, həm klassik xarici filmlərin demək nümayişlərdə moderatoram. Eyni zamanda biz müxtəlif səfirliklərlə əməkdaşlıq edirik. Yeri gəlmişkən onlar özləri bizə müraciət edirlər. Keçən il yayda məsələn İsveçrə səfirliyi özü müraciət etmişdi ki, görmüşdü ki, İsveç səfirliyi ilə Fransa, Polşa məşhur Visla festivalı özü bizlə əməkdaşlıq edir. Çox maraqlıdırlar. Nəyə görə maraqlıdırlar? Orada nədir maraq sizlə Maraq bilirsiniz əməkdaşlığa? nədir? Öz filmlərinin təbliğatı göstərilməsi və ciddi filmlərdir, sənət filmlərdir. Və sizə bir nümunə deyim. İsveç səfirliyi ilə bizim deməli inişlidir. Yoxsa keçən desən 2 il dalbadal əməkdaşlığımız oldu. İsveç səfiri özü də gəlmişdi və onlar özləri bizə filmləri verirlər və deyirlər ki, siz seçin hansı filmləri istəyirsiniz göstərək. Biz də baxırıq, yəni bizim publikaya hansı daha çox uyğundur. Yəni universal baxımdan uyğundur. Həm sənət keyfiyyəti yüksək olmalıdır. Bir filtrasiya var orada. Yəni bizim tərəfdən. Amma onlar belə bir xahiş elədilər bizdən. Filmi göstərəndə dedi ki, sizdən çox xahiş edirik. Orada yeni çəkilmiş bir İsveç filmi var idi. O adı yadımdan çıxdı. Deyəsəm o emigrantlar, emigrantlar. Bu film 1970-ci illərdə çəkilib, onu təzədən çəkiblər cavan bir rejissor tərəfindən. Onlar bizdən xahiş edədilər ki, mütləq şəkildə İsveç kino günlərini məhz bu filmdən açın. Biz dedik niyə? Onlar dedilər ki, çünki bu İsveçin milli kimliyinin, milli tarixini anladan bir filmdir və orada emigrantlar İsveçdən Amerikaya köçməsini anladır. Onlar necə çətinliklə gedirlər və Amerikaya uyğunlaşması, amma öz milli mədəniyyətini, milli kimliklərinin qorunması, bu kimi problemlər, yəni məsələləri qabartdığı üçün onlar çox xahiş edirlər ki, bu bizim tariximizdir. Yəni sözümü nəyə gətirirəm? Baxın, Avropa ölkələrinin özündə belə milli kimlik məsələsi çox önəmlidir. Yəni bizdə çox bəzən insanlar belə yanlış fikir yürüdürlər ki, orada milli kimlik, milli məsələlər çox önəmli deyil. İnsan faktoru önəmlidir. Xeyr, elə deyil. İstənilən Avropa ölkəsində birinci növbədə əsas xalq, onun maraqları önəmlidir. Ona görə də bugün Avropada sağlar daha çox, sağ təmayül güclənib, sol təmayül çox daha geri gedib. Bu da ki, orada olan siyasi, ictimai proseslərlə, iqtisadi vəziyyətlə falanla bağlıdır. Yəni bu başqa mövzudur. Yəni onlar görəndə ki, biz bu filmləri göstəririk, həm onların mədəniyyəti təbliğ edilir, həm də bu universal bir mədəniyyətdir. Bu Azərbaycan kinosuna nə qatır? Bu Azərbaycan kinosuna birinci növbədə tamaşaçını bir tamaşaçı kimi formalaşdırır, peşəkarlaşdırır və zövqünə xidmət eləyir. Bax, mən yeri gəlmişkən Başqa kinolardan etməyimiz düzgündür. Əlbəttə, kino universal sənətdir. Yəni kino bir sənətdir. Onun əslində milliliyi yoxdur. Müəyyən məqamları, yəni nəzərə almasaq. Biz Azərbaycan kinosuna xüsusi əhəmiyyət veririk. Dəfələrlə olub ki, Azərbaycan klassik kino filmlərini biz göstərmişik. 7 oğul istərəm, Gün keçdi. Hətta sizə deyim ki, məni nə təəccübləndirdi. Gün keçdi filmini göstərəndə keçən fevralın 14-də göstərmişik. İnanırsınız, zalda adam əlindən tərpənmək mümkün deyildi. Necə acıq keyfiyyətli filmlərə. Arif Babayevin qardaşı gəlmişdi, uzun müzakirə oldu. 7 oğul istərəmlə bağlı olmuşdu. Sonra Tütək səsi ilə bağlı oldu və bir də bizim prioritetlərimizdən biri yerli filmlərimizə, çəkilən yeni filmlərimizə diqqətdir. Biz müntəzəm olaraq onları təkrar nümayiş etdirir və sizə deyim ki, yerli filmlərdə anşlaq olur, insanlar çox gəlir və insanlar üçün
ən çox maraq doğuran rejissorla birbaşa ünsiyyətdir və mən bir moderator kimi də şərait yaradıram ki, mənim suallarımdan çox tamaşaçıların sualları səslənsin. Çünki tamaşaçı vətəndaşdır, cəmiyyətin bir üzvüdür və rejissor üçün maraqlıdır ki, bu gün tamaşaçı nə istəyir, o filmi necə görür. Buna da çox önəm veririk. Amma bax biz İsveç filmlərini nümayiş etdirəndə mən orada özüm üçün bir rejissor kəşf elədim. Tariq Salih, yarı ərəb, yarı İsveçlidir. Onun filminə heyran oldum və mən 73-cü il təvəllüdlüdür. Bu cür filmlərə baxmaq həm də bilirsiniz nə üçün? Çünki rejissorlar baxır necə çəkirlər filmləri, bir kino təcrübəsi öyrənir. Və tamaşaçının dünya görüşünə, həyata baxışına müəyyən, yəni onlar həm də bəşəri dəyərləri təbliğ edir. Biz bu şeylərə çox önəm veririk ki, xarici filmlər həm onun sənət meyarı olmalıdır, xarici filmlər nümayiş etdirəndə, həm də onda bəşəri dəyərlər olmalıdır. Və sözsüz ki, mənim üçün də sözün düzü ən çox maraqlı yerli filmlər. Yəni bizim gənclər necə çəkirlər, nə çəkirlər. Bəzən olur ki, nümayişlərdə çox amansız tənqidlə üzləşirlər. Onda mən yazarımdan fərqli olaraq rejissoru müdafiə edirəm. Amma sonra nümayişdən sonra o filmi tənqid eləyirəm. O dəfələrlə olub. Amma orada bəzən olur ki, bir də bizdə bilirsiniz nə problemdir. Ssenaristlərimizdə və rejissorlarımızda biraz özünü ifadə etməyə problemi var. Tutaq ki, sual verir, özünü ifadə etməkdə çətinlik çəkir. Bu nədən irəli gəlir sizcə? Yaradıcı adamların Yox, mən əksinə qaranlıq mən düşünürəm ki, yaradıcı adam daha yaxşı danışmağı bacarmalıdır. natiq olmalıdır yaradıcı. Yox, natiq olmalı deyil. Fikrini ifadə etməyə bacarmalıdır. Ən azından. Yəni hər yaxşı ssenarist, rejissor pedaqoq olur. Bəli. Pedaqoq olmur. Yəni pedaqoq olmaq tamamilə başqa bir, yəni bir istedaddır, bacarıqdır. Amma sən ən azından öz fikrini ifadə etməyi bacarmalısan, əsaslandırmalısan, bacarmalısan. Yox, demirəm ki, sən filmi şərh etməlisən. Bəzən tamaşaçı sual verir və rejissoru məcbur edir ki, filmi şərh et. Bu bilirsiniz, bu bir tərəfdən rejissor üçün xoş olmayan bir şeydir. Demək ki, ya rejissor öz fikrini orada dəqiq anlatmayıb, ya da tamaşaçı onu başa düşməyib də. Bəzən olur ki, çox sadə şeyləri də tamaşaçı anlamaqda, yəni belə tamaşaçılarımız olur. Amma ümumən mən sizə deyim ki, harca 4 ildir də, 5 ilə yaxındır ki, biz bu deməli müntəzəm olaraq filmləri nümayiş etdiririk və mən artıq tamaşaçıların peşəkarlaşdığını görürəm. Yəni doğrudan da o kütlə formalaşır. İnanırsınız, o qədər maraqlı fikirlər səsləndirirlər, maraqlı gözləmlər və bizdə təkcə deyək ki, gənclər, kino ilə maraqlanan gənclər deyil, yaşlı nəsil də gəlir. Son vaxtlar yaşlı nəsil çox gəlir. Yaşlı nəsil gəlir və İncəsənət Universitetinin tələbələri ilə yanaşı tamamilə başqa sahəni əhatə edən insanlar gəlir. Onda Sevda xanım, bu kino adamlarının dediyi ki, biz kino çəkirik, amma tamaşaçı yoxdur. Onda bu yalandır. Tamaşaçı var, amma kino yoxdur deməkdir də bu onda. Çünki mən kimin müsahibəsinə baxıram, hamı tamaşaçı gəlmir deyə şikayət edir. Baxın, bizdə kommersiya kinosu pis yaxşı, sırf yəni kommersiya məqsədi ilə çəkilmiş filmlər bu gün də var. Və yaxşı da belə deyə gəlir gətirir. Misal üçün Valeh Əhmədovun Evdə qalmış filmi, yeri gəlmişkən pis film deyildi, yaxşı film idi. O film bir neçə il prokatda qaldı. Sonra ard-arda bir neçə film çəkdi. Onlar da yüngül, sujeton komediya, melodram, geniş kütləyə xitab edən filmlərdir. Və yaxud da Hacı Zeynalabdin Tağıyev haqqında çəkilmiş filmdə çox yaxşı prokatda uğurla gedir. İndiyə kimi də gedir. Səhv eləmirəmsə, çox yaxşı da gəlir əldə etdi və kommersiya filmi deyil, ciddi filmdir. Düzdür, mən onun rejissor işini bəyənmirəm. Mənə görə rejissor işi çox aşağı səviyyədədir. Amma sadəcə orada nəyin hesabına udur? Çoxmu ilhamlanıblar? Başqa Neft filmdən. Birinci onu deyim ki, filmin çox əla rəssam işi var. Səbuhi Atababayev, çox Atababayevdir də. Düzdürmü? Atababayev peşəkar rəssamdır, öz işini sevən insandır və entuziazm dolu. Bizə kinoya belə insanlar lazımdır. O filmdə problem ondadır ki, rejissor işi rəssam və operator işinin arxasında, belə deyək, sərt olacaq, amma deyəcəm, gizlənir. Çox təəssüf ki. Yəni rejissor işi mən 10 ballıq sistemdən mən orada bir 2 bal verərdim. Amma rəssamlıq işi, operator ona yaxın mən ona bal verərdim və orada problemlər var. Bu artıq başqa söhbətdir. Mən
Deməli bunu mən də yazmışdım, bir neçə nəfər də yazmışdım. Mən o adamları tanımıram, kinomanlardır. Onlar da yazmışlar ki, Anderson Neft Bəli, filmindən, bəli. filminin konsepsiyasından Hətta bəhrələnib, birə-bir bəhrələniblər. birə-bir bəhrələnib. Və bəzilərini dediyinə görə plagiat. Mən o plagiat hesab eləmirəm. Hər bir rejissor kimdənsə bəhrələnir. Misal üçün elə rejissor var ki, hansısa məşhur rəssamdan bəhrələnir. Amma sən bəhrələnə bilərsən, amma bunu özününkü etməyə bacarmalısan. Zaur Qasımlının problemi ondaydı ki, o onu özününkiləşdirməyə bacarmamışdı və ssenaridə çox ciddi boşluqlar var idi. Misal boşluqlardan birini deyim də, mən sevirəm ki, arqumentlə danışım. Deyək ki, filmin əsas qəhrəmanı birinci Hacı Zeynalabdin Tağıyevi çox ideallaşdırmışlar. Heç bir insan ideal deyil. Və ümumiyyətlə dünyada bioqrafik filmlər çəkmək son dərəcə çətindir. Bugün dünya kinosuna nəzər yetirsək, biz hələm-hələm uğurlu bioqrafik film tapa bilmərik. Çox az. Və birinci bunun çətinliyi və bu onun böyük kinoda səhv eləmirəmsə debütü idi. Və debüt işi olduğuna görə, özü də bioqrafik bir filmin altına girdiyinə görə mən onun çətinliklərini anlayıram. İstənilən şəxsiyyəti sən bu qədər idealizə olunmuş ikona səviyyəsində təqdim edə bilməsən. Üstəlik nəzərə alsaq ki, Hacı Zeynalabdin Tağıyevlə bağlı çox kitablar var, verilişlər var və mətnlər çoxdur. Bəli. Bu məsələnin bir tərəfi. Biz əgər bir film çəkiriksə, mütləq şəkildə onun konflikti olmalıdır. Özü böyük bir masştablı film çəkiriksə, konflikt, ziddiyyətlər və s. Bu məsələnin bir neqativ tərəfi. İkinci neqativ tərəfi ssenaridə mərkəzi xəttin olmamasıydı. Misal üçün, orada yan xəttə ikinci obrazda oynayan Rəcəbəli obrazı var. Yer gəlmişkən fakturası çox maraqlıdır, çox da sevdim. Filmin müəyyən yerlərində Hacı Zeynalabdin Tağıyev ümumiyyətlə unudulur. Rəcəbəli obrazı ön plana çıxarılır. Hətta Rəcəbəli tərk edəndə neft Rəcəbəli mədənlərini Şahmaroğlu Bəli, o Zaur Qasımlının oğludur. Rejissorun oğludur. Rəcəbəli hətta neft mədənlərini tərk edəndə bütün kamera ancaq Rəcəbəlini çəkir. Yəni sənin qəhrəmanın o deyil. Sən kameranı o cür qəhrəmana tuta bilərsən və üstəlik də Hacı Zeynalabdin Tağıyevin ki, oğlu ilə sonradan isə problemləri olub, onu indidən orada əsaslandırmağa çalışır, amma əsaslandıra bilməyib. Hadisə boşdur. Yəni biz necə saxta şəkildə dramatikləşdirmək var. Halbuki Hacı Zeynalabdin Tağıyevin həyatında o qədər zəngindir ki, sən onu dramatikləşdirmək üçün altını hansı hekayələrlə doldura bilərdin. Əsas misal üçün dediyim kimi problemlərdən biri budur. Bir də Pərviz Məmmədrzayev öz oyununun öhdəsindən qətiyyən gələ bilməmişdi. Pərviz Məmmədrzayevi açıq mən kinoda sevmirəm. Ola bilsin ki, teatrda çox yaxşı aktyordur. Bir də pantomim teatrının aktyoru olması biraz onlarda problem yaradır da. Daha çox bədən dili ilə, yəni kinoda ancaq bədən dili ilə sən ifadə etməməlisən də. Bu həm də Zaur Qasımlıdan qaynaqlanır ki, yəni onun verdiyi tapşırıq əsasında Pərviz Məmmədrzayev oynayıb da, özündən oynamayıb ki, tapşırıq verib ki, sən belə dayanmalısan, belə monoton olmalısan. Yəni obraz başdan ayağa monotondur, çox monotondur. Onda rejissor aça bilməmişdi aktyoru. Qətiyyən aça bilməmişdi. Hətta bunu indi çoxları orada demirdi. Mən premyerasına getmişdim. Premyeradan sonra kino adamları görürəm ki, o saatla aralarında danışır. Bəziləri mənə səs atır, müzakirə edir, amma belə açıq demirlər. Çünki bilirsiniz, səbəb odur ki, onlar yəni öz münasibətlərinin korlanmasından çəkinirlər. Mən misal üçün kino tənqidi ilə məşğul olandan məsələn, çox adamın mənə nifrət edir və mən o nifrətli baxışları müxtəlif tədbirlərdə hiss edirəm. Hətta bəzən olur ki, qəsdən yaxınlaşıb soruşuram, bilirəm, mən nifrəti hiss edirəm, soruşuram ki, necəsiniz falan, o da mənim nifrətlə cavab verir. Amma mən onlara başa düşürəm. Yəqin mən də olsaydım o cür reaksiya verərdim. Peşəkar bir yanaşma deyil axı. Çünki biz müzakirəyə münbit bir iş görürüksə, biz gələn tənqidə də açıq olmalıyıq. Mən yenə düşünürəm, bu insan xarakteri ilə bağlıdır, amma böyüklük ordadır ki, buna həm də siz demişkən peşəkar münasibət olsun. Baxın, bir misal deyimsə, Elvin Mirzəyev Qul filmini çəkmişdi, o həm də teatr aktyorudur, rejissordur.
Əli və Nino Hı. tamaşasını, həm də onun serialını çəkmişdi, səhv eləmirəmsə. Mən onun Qul filmini, deməli filmində moderator oldum. Tədbirdən sonra üstündən bir xeyli keçdi, baxdım, yazdım, tənqid elədim. Elvin Mirzəyev mənə səs atmışdı və çox mədəni şəkildə, ki Bravo. özü də çox intellektual adamdır. Çox mədəni şəkildə müzakirə elədik və razılaşdığı, razılaşmadığı Hı. məqamlar oldu və təşəkkür elədi. Bu cür münasibət göstərənlər bizdə azdır. Yəni mən əslində deyim Təəssüf. ki, onlardan bunu gözləyirəmmi? Yox, gözləntim yoxdur. Onsuz da mən sözümü demişəm. Əgər sən müzakirəyə hazırsansa, mən də hazıram. Və yaxud da başqa bir şey deyim. Deməli Vətəndaş A serialı ilə bağlı onların deməli rejissor Elvin Rüstəmzadədir. Yeri gəlmişkən Elvin istedadlıdır. Aysiman aktyor kimi ssenarist çox istedadlıdır. Aktyor kimi istedadlıdır. Amma ssenarist kimi onun haqqında çox təəssüf ki, bunu deyə bilməyəcəm. Vətəndaş A-ya istinadən bunu deyirəm. Mən Vətəndaş A haqqında deməli tənqidi bir məqalə yazdım. O məqalə çıxandan sonra onların Kinoyazarda səhv bəli, etmirəmsə. bəli. Onların və onları müzakirəyə dəvət eləmişdim. Onlar əvvəlcə razılaşmışlar ki, gələcək. O tənqiddən sonra gəlmədilər. Yəni burdan deyirəm Amma inciməsinlər. sərt etməmişdiniz, əsaslandırmışdınız hər bir Bəli, bəli. Hətta onlar nüansı. yeni film çəkildilər. Oxumuşdum mən. Otel Lo. Ona gedəcəm, mütləq şəkildə gedəcəm. Ümid edirəm ki, yaxşı da bir filmdir. Yəni mən yəni onlar mənə bununla bağlı heç nə deməyiblər. Mən bunu hiss edirəm. Çünki əvvəlcədən Amma razılaşmışlar. yenə də mövqe göstərirlər. Bəli, müzakirə. Yəni mənimlə razılaşmırsınızsa, müzakirəyə gəlin, müzakirə edin və fikirlərinizi və sizin olan bütün fikirləriniz də onsuz da həm bu çəkilir, həm də mətn formasında çıxır. Onlar buna gəlmədilər. Amma Aysiman, təkcə bax Aysimanın haqqını yeyə bilmərəm. Aysiman dedi ki, görüşmək istəyirəm. Mən Aysimanla bir müsahibə planlaşdıram. Otelloya baxandan sonra ümid edirəm ki, imtina etməz. Yəni bütün hallarda burada itirən mən yox, itirən düşünürəm ki, onlardır. Yəni məncə tənqidlərdən nəticə çıxartmaq olar. Sevda xanım, biz müstəmləkə olduğumuz vaxtda Azərbaycan tarixini, Azərbaycan dilini təbliğ edən filmlər çəkmişik ki, dilimizə də sahib çıxmışıq, tariximizə də sahib çıxmışıq. Sonra bir boşluq olub. O boşluğu sizin pəncərənizdən görmək istəyirəm ki, o nə boşluğu idi ki, bizdə kino mühiti bu qədər süquta uğradı. Məsəl üçün indiki innovativ gənclər özlərindən əvvəlki korifeyləri günahlandırırlar ki, məsələn mən Orxan Mərdanın tənqidlərinin ünvanlı şəkildə adlarını çəkərək demək mənim tamaşaçı kimi çox xoşuma gəlir. Deyir ki, kinoteatrları yerinə yüksək mərtəbəli binalar tikilsin deyə həmin sənədin altına imza atan hər bir kino adamı indiki kinomuzun qatilidir. Və yaxud da Mədəniyyət Nazirliyinin ayırdığı pulu öz aralarında uşaqlıq dostu olaraq bölürlər və mən istəmirəm ki, Vaqif müəllim öz fantaziyalarını reallaşdırsın. Yəni mən istəyirəm ki, tənqidimizin hədəfi olsun ki, necə deyirlər, hərə öz payını götürsün və heç olmasa hər şey şünasında bir qatqısı olsun. Bir damcı olaq. Biz orada nə yaşamışıq ki, bu qədər süquta uğrayıb kinomuz? O boşluq mənə maraqlıdır. Sizin pəncərənizdən görünən mənzərə. Nədə səhv eləmişik? Mən düşünürəm ki, Azərbaycan kinosunun tarixinə nəzər yetirsək, hardasa 3 mərhələ var ki, Azərbaycan kinosu çox irəli gedə bilərdi, müəyyən mənada irəli getmişdi. Deməli, 20-ci əsrin əvvəllərində Azərbaycanda kino sənəti, belə deyək, sənayesi formalaşdığı dövrdədir. Həmin dövrdə deməli çəkilmişdi Bismillah. Bu mənim Azərbaycan kinosunda Abbas Mirzə Şərifzadənin filmidir. Ən çox sevdiyim filmlərdən biridir. Sonra gəldi ardınca deməli İsmət gəldi, Sevil gəldi, Almaz və Sevil filmini daha çox Beknazarovun adına yazırlar. Amma mənim üçün filmin əsas rejissoru Cəfər Cabbarlıdır. Sadəcə orada Cəfər Cabbarlının adı getməmişdi. Hətta Beknazarov özünün xatirələrin birində deyirdi ki, Cəfər Cabbarlı baxmayaraq ki, ədəbiyyatdan gəlmişdi kinoya. Mən deyir bir çox səhnələri onunla məsləhətləşirdim və onun deyir kino
kinonu hiss edərək verdiyi o hökmlər məni deyir heyrətə gətirirdi. Yəni orada Sevil filminin çəkilişində birbaşa Cəfər Cabbarlının çox böyük rolu olub. Sadəcə o vaxt ki, o dramaturq idi falan, ona görə də daha çox Bəli. Beknazarovun adını çəkmişlər. O cümlədən Almaz İsmət. Arada belə çox zəif filmlər də çəkilmişdi. Onun xarici rejissorlar çəkmişlər və mən düşünürəm ki, bu bax bu filmlər Azərbaycan kinosunda düz orada ideologiyanın da prioritetləri var idi, dövrün diktəsindən doğaraq başqa. Və Azərbaycan kinosunda əgər 37, ümumiyyətlə ölkəmizdə 37-ci illər repressiyaları olmasaydı, bizim kinomuz çox daha fərqli yerlərə gedə bilərdi. Çünki həm Cəfər Cabbarlıya təzyiqlər Bəli. vardı, Abbas Mirzə Şərifzadə aktyorların yarısı tutuldu, təzyiqlərə məruz qaldı və sırf daha çox ideoloji, boş filmlər çəkilməyə başladı. Misal üçün bir film var idi. Adı yadımdan çıxdı. Daha çox yeniyetmələr üçün nəzərdə tutulmuş 30-cu illərdə çəkilmiş bir film idi. O filmdə deməli Abbas Mirzə Şərifzadə səhv eləmirəmsə rejissorlardan biri idi. Son dərəcə həm kino nöqteyi nəzərdən, həm məzmun nöqteyi nəzərdən son dərəcə, yəni ideologiyaya xidmət edən səthi bir film idi. Yəni bu da nədən irəli gəlirdi? Dediyim kimi o təzyiqlərdən, ideoloji, siyasi təzyiqlərdən. Bax bir qırılma nöqtəsi burada oldu. İkinci qırılma nöqtəsi, ikinci Azərbaycan kinosu yaşadı öz boomunu 60-cı illərdə. Həsən Seyidbəyli, Arif Babayevin dönəmində çox yaxşı filmlər çəkildi. Düşünən insanı gətirdi, fəlsəfi kontekst gətirdik və s. Sonra 70-ci illərdə də oldu. Məsələn, Rüstəm İbrahimbəyev gəldi daha çox ssenarist kimi və mən bunu mütləq qeyd etməliyəm ki, Rüstəm İbrahimbəyev doğrudan da çox peşəkar ssenarist, eyni zamanda Maqsud İbrahimbəyev, amma onların ssenarilərinin vizual həlli ssenaridən aşağıda qalır. Əksər filmlərdə. Onların ssenariləri daha çox belə deyək də, daha çox formal qatda ekran həllini tapıb. Buna halbuki istər Rüstəm İbrahimbəyevin, istər Maqsud İbrahimbəyevin ssenarilərinin çox dərin qatları var idi. Onu rejissorlarımızın çoxu o dərin qatları hiss edə bilməyiblər. 60-cı illərdə dediyim kimi çox Azərbaycan kinosunda böyük bir yeni nəsil gəldi, böyük bir sıçrayış oldu falan. Sonra 70-ci illərdə bu bir qədər səngidi. Ola bilir, bilirsiniz nə ilə bağlı idi. Adil İskəndərov da o vaxt kinostudiya, onun ümumiyyətlə Adil İskəndərov Azərbaycan kinosunda çox böyük xidmətləri olub. Mən o qədər onu sevirəm, o qədər ona heyranam. Yəni istər teatrda, istər kinoda etdikləri və Adil İskəndərov çox son dərəcə milli bir insan idi və milli kadrları önə çəkirdi və ona bağlı bir şey də deyim. Demək 7 ol istərəm filmini çəkəndə Gəray bəy roluna başqa aktyor, başqa ölkədən aktyor dəvət ediblər. Adil İskəndərov etiraz edib. Deyiblər bəs kimi və onun çox güclü casting hissiyatı vardı. Deyib ki, Həsən ağa Turabov, Həsəni gətirin, qoy çəkilsin. Və bunlar deyiblər ki, Həsən ağa Turabov da belə orta boylu adam olub falan, yəni çox əmin olmayıblar. Yəni onu çəkəndən sonra özləri də sınaqdan keçib ki, yəni doğrudan da nə qədər ona şeydir, sanki bu rol içində olub da. Yəni Adil İskəndər çox belə xidmətləri olub və o düşünürəm ki, yəqin onun getməsindən sonra müəyyən intriqalar plandan dolayı bizdə 70-ci illərdə, 60-cı illərdən sonra bir sönmə dövrü gəldi. Üçüncü dövr bizdə başladı. 1988-ci ildə Milli Azadlıq Hərəkatından sonra, baxmayaraq ki, kinostudiya dağıldı. Kinostudiya dağılandan sonra deməyim də, kinostudiya bir tənəzzül dövrünü yaşamağa başladı və müxtəlif studiyalar yarandı və maraqlı filmlər çəkilməyə başladı. Həm sənədli filmlər, bədii filmlər. Tutaq ki, ən çox yadımda qalan birinci Sahilsiz Gecə, yeri gəlmişkən biz onu da nümayiş etdirdik yaxınlarda. Çox maraqlı oldu. Elçin müəllim də gəlmişdi, ssenari müəllifi. Və
o dövrdə çox yaxşı filmlər oldu. Hətta 1988-ci il Meydan Hərəkatlarını və Azərbaycan Film Kinostudiyasının ən peşəkar operatorları çəkmişdi. Mən o filmə baxanda oradakı olan kompozisiyalara, orada olan onlar hansı ki kadrları tuta biliblər, insan portretləri, mən ona heyran qalmışdım. Yəni doğrudan da ciddi bir ciddi bir filmdir və bir də bu həm də nədən qaynaqlanır ki, o dövrdə baxmayaraq ki, yəni nəzarətdən, senzur edən nəzarətdən filmlər çəkilirdi, amma daha dərin filmlər çəkilirdi. Həm də Sovet məktəbini görmüş adamlar idi. O vaxt biraz mənəvi dəyərlərə, insana, ümumiyyətlə həyata münasibət daha başqa idi, daha başqa kontekstdən yanaşırdı və ən əsası həm də məktəb görmüş insanlar idi. Amma sonra 90-cı illərdən başlayaraq müəyyən qədər müstəqillikdən sonra başladı. Bu da mən düşünürəm ki, daha çox məmurlarla bağlıdır, kino məmurları ilə bağlı idi ki, yəni onu o xətti davam etdirə bilmədilər. Yəni kinomuz vətən sevməyən məmurların əlinə qaldı deyə mühit bu hala gəldi. Daha çox belə deyək, kinonu həm də sevməyən, hiss etməyən, yəni kino bilirsiniz bu fədakarlıq tələb eləyir də. Yəni sən özündən nələrdənsə keçməyə bacarmalısan. Yəni mən yenə də bunu deyirəm, bax siz də bayaq oxudunuz ki, doğrudan da Azərbaycan dövləti özəlliklə bizdə neft bumunda Azərbaycan kinosuna çox yaxşı vəsait qoyub, amma bu vəsaitdən çox təəssüf ki, bizim kino məmurlarımız ondan səmərəli istifadə edə bilmədilər, ya etmək istəmədilər. Halbuki buna çox imkanlar, çox şanslar var idi. Və ona görə də və bugün Azərbaycan kinosuna olan o etibarsızlıq həm də oradan qaynaqlanır. Yəni bu birbaşa kino ilə bağlı olan məşğul olan insanların, yəni məsuliyyətidir ki, bizdə kinonun statusu, yəni o nüfuzu da Sovet dövründəki olduğu kimi deyil, sarsılıb. Yəni bu onun nəticəsidir. Bu da düşür gənclərin boynuna. Gənclər də ki, yazıq gənclər. Gənclər də ki, əllərindən gələni edirlər. Yəni o istədiyi qayğını ki görmürlər. Özləri kim sevir? Kinoya çox aşiqdir, çox sevir. Öz büdcəsi hesabına və yaxud da ki, dostlarının hesabına filmlər çəkir, ortaya çıxarır. İndiki kino ilə məşğul olan gəncləri bilirsiniz nəyə bənzədirəm? Onlar kino mühiti yoxdur. Onlar hələ zirzibildən, inşallah çox da ağır olmaz cümləm, torpağı təmizləməyə çalışırlar ki, hələ münbit torpaq yaratsınlar, ondan sonra kino çəkməyə başlasınlar. Bu bir dəli işidir və dəli olan hər bir gənci təbrik edirəm buradan. Bütün hallarda düşünürəm ki, yəni bu kinonun içərisində olduğuma görə, yəni görürəm ki, bütün hallarda pis yaxşı bizdə kino mühiti var və bu daha çox düşünürəm ki, həm o bugün o film çəkənlərin hesabınadır, həm də yəni mən burada kino ittifaqını təmsil etdiyimə görə yox, yəni doğrudan da kino ittifaqının da təşəbbüsləri burada rol oynayır ki, o kino mühitini biz bacardıqca qorumağa çalışırıq ki, yəni o mühit təkərdən səs çıxır. Amma biz çalışırıq ki, nələrsə eləyək, hətta dəstək verməyə çalışırıq. Yəni bəzən olur ki, elə rejissorlar var ki, onların hətta post-production'a müəyyən maliyyə ayırıb və onların filmlərini göstərməklə, müzakirələr açıq etməklə onlara dəstək verməyə çalışırıq, tanıtmaqla dəstək verməyə çalışırıq. Başqa bir də mən bizim sözsüz ki, istedadlı müəlliflərimiz var. Bir də bunun yaradıcı tərəfi də var da. Deməli, Belarusiyada idi, səhv eləmirəmsə, mən deməli MDB ölkələrindəki kinostudiyalarla bağlı bir araşdırma eləmişdim. Orada bir nümunə mənim diqqətimi çəkdi. Deməli, Belarusun gənc müəlliflərindən biri, özü bir yox, bir neçə nəfər elə müəllif var ki, onlar çox ucuz vəsaitə film çəkiblər. O film prokatda çox böyük uğur qazanıb da. Bizdə bu nümunə yoxdur. Yadıma gəlmir belə bir nümunə olsun ki, həm yəni sırf kommersiya filmi deyil. Yəni orada həm ciddi məsələlər qaldırılır, həm də kütlələrə xitab edən, geniş tamaşaçı auditoriyasının diqqətini cəlb edən filmlər çəkiblər. Bizdə bu nümunəni danışam sizdən yadıma sala bilmirəm. Biraz da bizdə düşünürəm ki, kinoya gələn adamların kinoya baxışında nəsə dəyişiklik olmalıdır. Bizdə bəzən olur ki,
müəyyən gənclər var ki, kinoya gələndə birbaşa Tarkovskidən, Antonionidən, Ceylandan yapışırlar. Mən həmişə deyirəm ki, siz əgər film çəkmək istəyirsinizsə, bunu elə kino tənqidçilərə də deyirəm. Yəni kim kino tənqidini öyrənmək istəyirsə, kinonun əlifbasından başlayın, amma Tarkovskini uzun müddət izləməyin. Çünki ona gəlmək üçün, ora gəlmək üçün siz ona gələn yolu izləməlisiniz. Bizdə elə bilirlər ki, əgər sən kameranı saxlayırsansa, uzun plan çəkirsənsə, bu sənət nümunəsidir. Bir də bizdə sənət filmi ilə kommersiya filmi ilə bağlı yanlış təsəvvürlər var. Misal üçün, düşünürlər ki, bir kommersiya filmi sənət filmi ola bilməz. Bir sənət filmi kommersiya filmi. Bu çox yanlış anlayışdır. Dünyada buna onlarla nümunə var. Misal üçün, Sidney Lumet'in 12 qəzəmlənmiş kişi sənət filmidir. Eyni zamanda kommersiya baxımından çox uğurlu film olmuşdu. Və yaxud da ki, Spielberg'in elə filmləri var ki, çox ciddi filmdir. Yəni bütün filmlərini demirəm, ciddi filmdə eyni zamanda uğur gətirir. Və yaxud da Tarantino'nun filmləri də, Kriminal Qiraət sırf sənət filmidir də. Yəni sənət meyarları olan filmdir, amma böyük gəlir gətirir. Və yaxud da Scorsese'nin Taksist filmi, müəllif filmidir. Daha doğrusu sənət filmi deyil, sırf müəllif intonasiyasının olduğu filmdir. Kommersiya nöqteyi nəzərdən də çox böyük uğur gətirmişdi və ümumiyyətlə sən müəllif intonasiyası nə deməkdir? Bir müəllifin bir hadisəyə baxışı və münasibəti. Bu sırf kommersiya filmi də ola bilər. Amma məsəl üçün James Bond'a biz müəllif filmi deyə bilmərik. Çünki James Bond bir brenddir kinoda. Sırf yəni silsilə çəkilir və sırf kommersiya gəlirlərinə hesablanmış bir filmdir. Orada yəni müəllif intonasiyasından falandan söhbət gedə bilməz. Yəni bu sxemi var, mexanizmi, forması var. Bu belədir və gəlir gətirməlidir. Gənclərin onda baxışında da problemlər, mükəmməliyyətçilik var. Bax, öz üzərlərində işləməlidirlər. Və bir də çəkə-çəkə. Bilirsiniz necə? Misal üçün Nolan, mən Nolanın ilk filmlərindən izləmişdim və onu diqqətimi cəlb eləmişdi. Sonra o Amerikaya getdi və sırf böyük şirkətlərin maraqlarını ifadə edəcək, yəni konkret olan layihələrinə rejissor oldu. Nolan'dır, David Fincher'dır. Müəyyən rejissorlar var ki, onlar prodüser filmləri çəksələr də mütləq şəkildə öz müəllif intonasiyalarını gətirə bilirlər. Hətta David Fincher'ın buna görə dəfələrlə prodüserlarla problemi olmuşdu. O hətta deyirdi ki, mən montaja hətta onu buraxmırdılar ki, yəni müəyyən səhnələri çıxardırdılar. Hətta onu montaj etsələr belə, mən Fincher'ın filmlərini çox sevirəm. Mən Fincher'ın filmlərində mütləq şəkildə onun o mövqeyini, baxışını görürəm. O cümlədən Christopher Nolan kimi rejissorlarda da var. Bir də ümumiyyətlə Hollywoodda sən öz müəllif bir rejissorun öz müəllif baxışını saxlamağı çox çətindir. Bax, sizə bir nümunə deyim. Alman rejissoru vardı, Özgə Həyatları çəkən, soyadını unutdum. O Özgə Həyatlar Oscar alandan sonra onu Hollywooda dəvət elədilər və o bir film çəkdi. John Depp'la Angelina Jolie oynayırdı. Filmin adını unutdum. Film ümumiyyətlə boş bir film idi və turist filmi. Turist filmini çəklər. Niyə boş filmdir və o rejissor onunla da məhv oldu. O rejissor orada məhv. Yəni Hollywoodda dayanmaq, öz şəxsiyyətini qorumaq, yəni rejissor üçün, yəni öz sözünü demək istəyən rejissor üçün çox çətindir. Məsələn, o bacarmadı onu və indi də heç bir ortalıqda yoxdur. Amma Nolan, Fincher o şey edə bilirlər. Bir də ki, onu da deyim ki, o kommersiya filmlərindən söhbət düşmüşkən müəyyən şeylər var ki, hekayələr var ki, orada misal üçün menecer, marketinq hesablayırlar ki, bu şeydə baxılacaq, gəlir gətirəcək. Onu müəyyən rejissorlara verirlər. Olan belə bir iddiası da yoxdur. Çəkir, pulunu qazanır. Amma müəyyən rejissorlar var ki, onun məsələn, hətta 30-cu 40-cı illərdə misal üçün Billy Wilder vardı, John Ford vardı. Onların Hitchcock'un özü, onlar nə qədər prodüserlər maliyyələşdirsə də mütləq şəkildə onların filmləri özünə məxsusluğu ilə, öz yanaşması ilə, üslubu ilə fərqlənirdi. Amma indi Hollywoodda belə bir fabrikdir. Onların o filmlərin çoxu bir-birindən fərqlənir. Bunu siz deyirsiniz ki, indiki gənclər qətiyyən müqayisəyə girməsinlər, öz yanaşmalarını ortaya qoysunlar. Hollywoodu da unutsunlar bu arada. Yəni onu rol model götürməsinlər. Çünki Hollywood tamamilə başqa bir hadisədir. Yəni bu kino fabrikdir də. Oranın başqa qanunları var. Biz film çəkərkən Azərbaycan reallıqlarından Azərbaycan reallıqlarına hesablaşmalıyıq. Özümüz olmalıyıq, özümüzü çəkməliyik. Yəni biz özümüzü çəkməyəndə çox gülməli görünürük. Həm özümüzü, bir də cəmiyyətimizi tanımalıyıq. Bizim ssenaristlərin də
Rejissorların da problemi ondadır ki, əksər hamısını demirəm də. Onlar bir mövzunu araşdıranda, mövzunu araşdırmırlar belə deyək də. Filmi çəkəndə, ssenarini yazanda personajlarını tanımırlar. Onların filmlərində baxan kimi bunu hiss edirəm ki, bu adam öz personajını tanımır. Çünki personaj Necə hiss edirsiniz? son dərəcə monotondur, son dərəcə klişədir, son dərəcə sxematikdir və hər bir personajın özünə məxsus xüsusiyyəti olmalıdır. Bax, siz nə qədər individualsınızsa, mən də o qədər individualam. Və rejissor o individuallığı hər bir personajında gətirə bilməyi bacarmalıdır. Bax, Əlxan Rəcəbovun Səriyə filmində Səriyə filminin mövzusu da, ideyası da normaldır. Sadəcə olaraq Əlxan Rəcəbov sadəcə bir dənə belə şüşənin içərisində oturub, oradan oturub ssenarini yazıb, amma gedib bir cəmiyyəti araşdırmayıb. Sən o ssenarini yazmaq üçün sən Azərbaycan rayonlarına getmə, ya Bakı ətrafı, Bakıdan, yəni tanıdığın, bildiyin ailələrlə, ya soraqlaşardın da Məsələn, kimdənsə. nəyə əsasən deyirsiniz ki, getməyib? Filmin hansı yerinə əsasən, orada nə gördünüz ki, dediniz ki, getməyib? Çünki bax, Bu hardan bilinir? Bunu biraz hissiyatla mən edirəm. Bu biraz kino hissiyatı ilə bağlıdır. Biraz həm də daha çox nə ilə bağlıdır? Misal üçün sənin verdiyin ata obrazı, ana obrazı, qız obrazı, ümumiləşdirilmiş obrazı. O ümumiləşdirilmiş obrazının və onun düşdüyü situasiyaların heç birində xüsusi, özəl, fərqləndirici və maraqlı situasiya yoxdur. O situasiyaların hamısı biz əzbər bilirik. Sən tutaq ki, sənin qızın, tutaq ki, atanın qızı ata qızına ərə verir. Bəli. Və atanın olan münasibəti nədir? Mən pul qazanım, daha doğrusu maddi cəhddən problemləri olduğu üçün qızını ərə vermək istəyir Rusiyadan gələn bir kişiyə və həm də onun qızının hesabına istəyir ki, maddi vəziyyətini düzəlsin. Bax, o atanın danışığı, leksikonu çox formaldır. Nə mənada? Atanın daxili əzabı yoxdur. Atanın daxili tərəddüdü yoxdur. Atanın alt qatı yoxdur. Ata ancaq üzdəndir. Biz necə bir ata tanıyırıq? Cəmiyyətimizdə üzdə olan atalar yoxdur? Yox. Sizcə elə hissiyatsız atalar yoxdur? Hissiyatsız atalar var, amma sənət reallıqdan fərqlənməlidir. Sən, əgər mən dokumental çəkəcəyimsə, onda onu niyə çəkirəmsə? Axı, bayaq dediniz, öz millətini tanısın, öz millətini real göstərsin. Yox, öz millətini real göstərsin, amma eyni zamanda ona müəllif mövqeyini gətirsin. Yəni, biz atanı üzdən görürük. Yəni, hər şey göründüyü kimi deyil də. Hər şeyin bir alt qatı var. Hətta mən sizə əmin edirəm ki, o hissiyatsız atanın belə, mən demirəm müsbət qatı, mənfi qatı ola bilər, amma sən onu göstər. Çünki heç nə elə belədən yaranmır. Sən atanın biz daxili dünyasını görə bilmirik. Bugün biz deməli foto böyütmə filmini göstərəcəyik. Antonionun yaxşı bir söz var. Buna gətirəcəm məsələni. Deyir ki, 2-ci Dünya müharibəsindən sonra ki, bu İtalyan neorealizmi hətta müharibə dövründə daha doğrusu yaranmışdı, müharibənin son illərində və o müharibə dövründən və ondan sonraki 10 ildə çoxlu filmlər çəkildi. Sırf İtalyan cəmiyyətindəki o sosial maddi problemləri, insanlar bunu necə yaşayır onunla bağlı və 58-ci ildə səhv eləmirəmsə Antonion maraqlı bir müsahibəsi var. Deyir ki, biz artıq velosiped oğruları filmini yox, biz bu velosipedin oğurlanması haqqında çəkməməliyik. Biz artıq o haqqda çəkməliyik ki, velosipedi oğurlanmış atanın daxili dünyası. O bunu həyatında necə yaşayır? O bunu hisslərində necə yaşayır? Onun içində nə baş verir? Onun keçmişdən müharibə ilə olan təcrübəni necə yaşayır? Çünki orada daha çox velosipedin arxasınca gedir də. Burada da Səriyə filmində biz atanı ancaq üzdən görürük. Ata övladını satır, ata əclafdır və s. Amma bu atanın əslində ona gətirən vəziyyətin mənəvi portretini biz görmürük. Sizcə mənəviyyatı olan ata 13 yaşında qızını ərə verə bilər? Mənəvi portret deyəndə bu demək deyir ki, mənəvi cəhətdən sən onun yüksəlici. Əclaf ola bilər, amma sən onu da göstər. Sən onu göstərə bilmirsən, axı o daxili rengin kimi onu göstərmirsən. Biz bax o dediyiniz, bayaq dediniz ha, biz üzdən göstər. Biz bilirik ki, onlarla belə ata var. Ha, o ki mən baxıram ata var.
Axı onun arxa planındakı nədir? Ki Arxa bunu planında kim nə baş bu verir? niyə bu hala gəlib? Onu demək istəyirsiniz. Nə yaşayıb ki bu hala Nə gəlib? yaşayıb, nə hala gətirib və o qızını tutaq ki, bunu belə bir situasiya ilə, misal üçün mən rejissor olsaydım belə bir situasiya ilə fikrimi daha aydın izah eləyim də. Tutaq ki, mən əgər buna sənət konteksti gətirmək istəyirəmsə, ata qızına ərə verir, amma o daxilən bunun harsa əzabını çəkir. Özünə haqq hesab çəkir. Ola bilsin yenə o yəni tamamilə yenə öz fikrində qalır, amma o prosesi, o reaksiyanı, içindəki reaksiyanı göstərməlisən. Bunu göstərə bilmir. Biz atanı üzdən görürük. Onu Anladım. demək istəyirəm. Bu mənada yəni bizim filmlərimizdə ciddi problemlər var ki, personajı öyrənmək və mən sizə bir şey deyim ki, bir personajın bütün xarakterini bir şeylə verə bilərsən, bir detalla verə bilərsən. Bu detal belə kifayətdir. Yəni onun heç psixoloji, mənəvi şeylərinə getməyə ehtiyacı yoxdur. Misal üçün, Seymur Baycanın deməli Quqark romanında çox maraqlı bir şey var. Ana oğlunu itirir və ana oğlunun itirdiyini necə ifadə eləyir? Oturur süfrə qırağında, susur və başlayır çörəklərin içini yumrulayır, qoyur və bütün burada onun o əzabı bilinir. Və yaxud da Almodovarın filmi vardı, Penelope Cruz başrolda oynayırdı. Penelope'nın bütün əzabını necə verirdi? O pomidor doğrayır, onun gözündən yaş süzülür və pomidor şirəsinə qarışır. Bu nədir? Bu onun əzabının vizual bədii həllidir. Orada isə biz o nə bədii həll var, nə də atanın içini görə bilirik. Ata əclafdır vəssalam. Yəni insan tamamilə əclaf olmur axı nəsə olmalıdır. Hətta realda belədirsə, sən onun sənət kontekstini gətir ki, bu da var və səbəbləri göstər. Bu da yoxdur. Yəni onu gətirəcək səbəblər yox. Səbəblər göstərilmir. Daha maraqlı hekayələr tapmaq lazımdır. Yəni tutaq ki, az yaşlı qızın ərə verilməsi haqqında bizim hamımızın təsəvvüründə ümumi bir hekayə var. Bəli. Az yaşlı qız ərə verilir, ata ərə verir, ana məcbur edir. Bu hekayə. Amma biraz yox, ümumiyyətlə fərqli situasiyalarda bu hadisənin törəndiyi o situasiya, o fərqli situasiyaları tapmaq lazımdır. Bunun üçün də nə etmək lazımdır? Heç olmasa bir 5 ailəni araşdırmaq lazımdır. 5 ailəni araşdırandan sonra artıq sən ssenarini yazmalıydın, sənin mümbit obrazında olacaqdı, yaxşı maraqlı situasiyalarında olacaqdı. Orada mən yazmışdım Telegram kanalında. Bir neçə situasiya mənim çox xoşuma gəldi. Onu və çox yaxşı idi. Çox yaxşı düşünülmüşdü. Amma onu o xətt davamlı bir xətt deyildi. Belə boşluqda qalırdı. Halbuki onu davamlı xətt eləsəydi, hətta o hekayəni absurda belə çevirə bilərdi və çox da maraqlı olardı. Bəli, mənim də o hissə xoşuma gəlmişdi. Amma buna baxmayaraq Əlixanın məncə təbrik düşür. O cəhd eləyir, işləyir, dayanmır. Məncə Əlixan çox istedadlı biridir. Öz üzərində işləsin, bəli. Amma niyəsə bu mövzuda Əlixana qarşı mən kəskin ola bilmirəm. Amma siz peşəkar səviyyədə əlbəttə ki, haqqınızdır. Vaqif Mustafayev haqqında nə düşünürsünüz? Məsələn, mən bir Azərbaycanlı kimi narahat eləyir Vaqif müəllimin filmləri. Mən onun filmlərində Vaqif müəllimin travmatik şəxsiyyətini görürəm, Azərbaycana və Azərbaycanlıya olan nifrətini görürəm və mən istəmirəm Vaqif müəllim film çəksin. Bir Azərbaycanlı kimi deyirəm. Okey, istedadlı adamdır. Amma məsəl üçün Fəryad filminin ikincisi gəldi. Mənim eşitdiklərimə görə Fəryad 2 adını ona görə qoymayıblar ki, çox biabırçılıqlar var idi orada. Çünki Fəryad bizim tabumuzdur. Nə düşünürsüz Fəryad 2-nin alternativi olan film? Deyəsən adı Həyat deyəsən gözəldir. Nə düşünürsüz o film haqqında? Birincisi mən o filmə deməli bir dəfə baxdım. İndi YouTube-a qoyulub səhv eləmirəmsə, baxmamışam, çünki baxmaq üçün özümdə cəsarət və iradə tapa bilmirəm. Mən tapmışam, baxmışam və çox hiddətliyəm. Mən bu hiddət tərəfini kənara qoyuram. Yəni mən o qədər də o məsələ açıq məni çox qayğılandırmır. Məni qayğılandıran məsələ filmin ümumiyyətlə kinematoqrafik tərəfi və onun bədii həllidir ki, mən bu filmi Vaqif müəllimin imkanlarından çox aşağı hesab edirəm. Amma bu mənim birinci dəfə baxandan sonra aldığım təəssüratdır, amma ikinci dəfə baxmağı düşünürəm və yazmağı düşünürəm diqqətlə. Ümumən Vaqif müəllim haqqında onu deyim ki,
Birinci Vaqif müəllimin xətrini çox istəyirəm bu öz yerində. Vaqif müəllimin ən çox özünə də demişəm, ən çox sevdiyim filmi fransız filmidir. Onun haqqında yazmışam da, çox bəyənirəm. Hə, bir də Vaqif müəllimin bir diplom işi var. Adı xaşla bağlı idi. Çox qəşəng işdir. Məsləhət görürəm. Çox yaxşıdır, İzləyəcəm. maraqlıdır. Vaqif müəllimin ümumən filmlərində xoşuma gəlməyən cəhət, daha doğrusu necə deyim, məni itələyən cəhət nədir? İki cəhət var. Birinci mənə elə gəlir ki, montajdadır. Yəni o şeylər ki, baxırsan ki, orada montaj olsaydı bu da yığcam. İndi təbii ki, Vaqif müəllim peşəkardır, özü daha yaxşı bilir. Amma baxanda bir kadr, izafi kadrlar, izafi səhnələr hiss edirsən. Bu məni belə deyək, filmdən uzaqlaşdırır. O energetikanın davamlılığını saxlaya bilmir. İkinci məsələ, mən Vaqif müəllimin bir sıra hallarda sarkazmını, sarkastik münasibətini qəbul etmirəm. Nə üçün? Səhv eləmirəmsə, Hər şey yaxşılığa doğru filmində belə bir səhnə var. Həmin səhnədə deməli qəbirstanlıq səhnəsidir və qəbirstanlıq səhnəsində orada personajlardan biri qəfildən oynayır. Bu səhnədəki sarkazmdırsa, mənə görə sarkazm deyil, son dərəcə necə deyimsə, banal, son dərəcə bayağı və qətiyyən o dramaturji situasiyaya uyuşmayan bir kadr kimi göründü və mən sonra düşündüm ki, bəlkə mən yanlış bilirəm. Mən təzədən baxdım, bir daha baxdım və məndə eyni təəssüratı oyatdı ki, bu yeri gəlmişkən mən Yaramaz filmində sevirəm. Yaramaz filmində də müəyyən səhnələr var ki, mənə elə gəlir ki, həddən artıq şirdilib. Yəni Vaqif müəllim bəzi filmlərində mübaliğənin ölçüsünü dəqiq bilməyi rejissor üçün çox önəmlidir. Necə ki, rejissor bilməlidir ki, uzun plana nə qədər saxlamalıdır. Eyni zamanda mübaliğənin dadını, duzunu qaçırmamalıdır. Mənə də gəlir ki, Vaqif müəllim bəzi filmlərində məhz o mübaliğənin ölçüsünü itirir. Travmalarını çox göstərir mənə. Mən onun travmalarının olub-olmadığını deyə bilmərəm. Amma Vaqif müəllimin birinci onu deyim ki, onun filmləri onun təbiətindən qaynaqlanır. Çünki Vaqif müəllim son dərəcə maraqlı bir insandır. Onunla danışanda yorulmursan. Və çox hadisələrə özünə məxsus ironik, sarkastik münasibət var. Və bundan qaynaqlanaraq da onun filmlərinin, yəni filmlərinin təbiəti, xarakteri onun xarakterindən qaynaqlanır. Tutaq ki, məsələn, fransız filmi ona görə mənim xoşuma gəlir. Hər şey yaxşılığa doğruda da çox yaxşı səhnələr var. Amma bəzən dediyim kimi o sarkazmın hissini, ölçüsünü itirir. Nifrət də varmı orada Azərbaycanlıya sizcə? Bəzi filmlərdə açıq nifrət hissi olunur. Ola bilsin var, ola bilsin müəyyən məqamlarda o da var və bunu təkcə siz demirsiniz, bunu başqa adamlar da deyir. Hərçənd Vaqif müəllim bunu qəbul eləmir. Bəlkə ola bilsin ki, o sarkazm o qədər güclüdür ki və onu idarə edə bilmir də, düşünürəm. Sizcə həssas mövzularda sarkazm gərəklidir? Məsəl üçün Qarabağ bizim həssas mövzumuzdur. Sizcə satira orada gərəklidirmi? Fəryadda da vardı satira, düzdür, erməni personajlarına doğru çox da yaxşı filmdir və Qarabağ haqqında çəkilmiş ən yaxşı filmlərdən biridir. Amma özümüzə doğru deyil də bu. Hə. Ya grotesk ümumiyyətlə də o qədər o çətin bir şeydir, çətin bir janrdır, çətin bir cəhətdir, çətin bir estetikasıdır. Sən onun rejissor müəllif bilməlidir ki, harda dayanmalıdır, sərhədlər hardadır. Mənə gəlir ki, Vaqif müəllimdə biraz o bəzi filmlərində o sərhəd problemi var. Bax, bu Həyat deyəsən gözəldir filmi ilə bağlı. Biz 2-ci Qarabağ müharibəsindən sonra bizim filmimiz tragikomediya, absurd olmamalıdır. Biz heç olmasa Qarabağ mövzusunda bir neçə dram çəkməli idi. Yəni dövlət tərəfindən çəkilmiş, yəni maliyyə nəzərdə tuturam. Heç olmasa bir neçə dənə
dram çəkilməli idi, melodram çəkilməli Bəli, idi, sırf deyək ki, action çəkilməli idi. Misal üçün deyirəm də, ondan sonra bizim Bəlkə. 5-ci, 6-cı filmimiz bu Bəli. ola bilərdi Bəli, deyə eynən. düşünürəm. Amma birdən-birə, yəni Qarabağ müharibəsində bu qədər hadisələr, bu qədər şücaət, cəsarət, bu qədər təsirli hekayələr Bəli. və nəticədə həyat deyəsən gözəldir. İmitasiya olunmuş, mənə görə imitasiya olunmuş tragikomediya, çünki tragikomediya janrını mən çox sevirəm. Və belə bir mənə görə uğursuz film. Yəni birinci baxışım Bəli. budur. Və onu bəyənənlər də var. Amma bütün hallarda mən son qərarımı ikinci baxışdan sonra verəcəm və haqqında yazmağı düşünürəm. Ümid edirəm Vaqif müəllim inciməz məndən, Vaqif tənqid müəllim olsa. istedadlı rejissordur, ancaq onun Azərbaycana nifrəti məni bir Azərbaycanlı kimi narahat edir. Məncə siz Aynur xanım bir dəfə Vaqif müəllim məncə gələr, bir dəfə onu dəvət eləyin və Edək, birbaşa buradan ondan edək. bu sualları ünvanlayın. İnşallah. Bizim məsəl üçün bəlli bir filmlərimiz çəkilib ki, orada aktrisalar əcnəbi aktrisalar olub. Məsəl üçün Elçin müəllimin Nabat filmində, məsələn bizim təxminəmiz Niyə Meraldır məsələn. Və indi Qarabağa aid bir film çəkilir. Səhv etmirəmsə tibb bacısı orada Özgə Görel oynayır. Bunun psixologiyasını, bunun arxa planını öyrənmək istəyirəm. Bizdə o miqyasda aktrisa yoxdurmu, yoxsa bunun PR mövzusu ön plana gəlirmi? Yəqin ki, PR məsələsi ön plana gəlir. Bu ondan irəli gəlir. Çünki mən düşünürəm ki, Azərbaycanda bunu həmişə demişəm ki, kifayət qədər çox istedadlı, potensialı olan bizim aktyorlarımız var. Hətta biz çox apellyasiya eləyəndə türk aktyorlarına apellyasiya eləyirik. Türk aktyorlarının mən türk seriallarına baxıram da çox baxıram. Düzdür, ötürə-ötürə baxıram. Çox vaxt bir dəfə yazmışdım bu haqda. Olan aktyorlara əksərən eyni cür ağlayır, eyni cür kədərlənir, eyni cür gülür, hissini, qəzəbini eyni cür ifadə edir. Xırda mən aktyor oyununda bir şey fikir verirəm. Hər hansı bir situasiyada, istənilən situasiyada o necə reaksiya verəcək? Öz bədən dilindən necə istifadə edəcək və ifadə vasitələri hansıdır? Bunlar mənim üçün çox önəmlidir. Məsələn, türk aktyorların əksəriyyətində demək olar ki, klişələr var. Amma məsəl üçün Kıvanç Tatlıtuğda o yoxdur. Kıvanç Tatlıtuğu əvvəl mən sevmirdim də, ona çox istedadsız aktyor bilirdim. Amma sonra mən onun bəzi seriallara baxdım, gördüm ki, bu serialdan adam bir səsi ilə belə başqalaşmağı bacarır. Adam bir gözünün ifadəsi ilə başqalaşmağı bacarır. Bizim aktyorlarımızın da bu cür potensialı var. Sadəcə olaraq onlara düzgün tapşırıq vermək və onlarla düzgün işləmək lazımdır deyə düşünürəm. Bu olsa, yəni bu rejissorun özündən asılıdır. Biz misal üçün bir neçə il əvvəl Köhnə Çamadanlar çəkəndə, Sayidə Haqverdiyeва çəkiləndə, Sayidə xanım aktyorlarla çox yaxşı işləyir. Bunu hətta Oksana Rəsulova müsahibəsində də demişdi də. Biz hətta Oksana xanımı dəvət edəndə düşündük ki, bəlkə o rola uyğun deyil falan. Çünki o həkim obrazını oynayırdı. Amma Sayidə xanım onu o qədər dəqiq işlədi. Atmosferə salır. Atmosferə salır ki, bax burada bu lazımdır. O da bilirsiniz nədən irəli? Çünki o çox iti müşahidəçidir. Çox gözəl bütün istənilən insanlar çox gözəl təqlid edir. Elə xırdalıqları tutur ki, o mən özüm ona heyran qalıram. Bu rejissor üçün çox önəmlidir. Müşahidə edə bilmək qabiliyyəti. Bizim rejissorlarımızda bax yenə də o sizin sevimli rejissorunuz Əlxana gəlirəm də müşahidə qabiliyyəti aşağıdır. Müşahidə Əlxan yeri gəlmişkən çox istedadlı oğlandır. Çox doğrudan da istedadlı. Sadəcə üzərində işləməlidir. Elə rejissorlar var ki, onlar kino məktəbi görmədən yaxşı filmlər çəkirlər. Misal üçün John Cassavetes da. İndi John Cassavetes hər il dünyaya gəlmir də. Amma elə rejissorlar var ki, o kino məktəbini öyrənməlidir. Eyni zamanda sizin sevimli rejissorunuz Əlxan Rəcəbov da öyrənməlidir ki, özünü formalaşdırsın, inkişaf etdirsin. Çünki onun belə bir potensialı var. Və bizim rejissorların da müşahidə etmə qabiliyyəti aşağıdır. Özəlliklə də kişi rejissorlarının. Bu sizə nə əlaqəlidir? Çünki qadınları tanımırlar.
qadınlar müşahidə etmək istəmirlər. Çünki bizim kişilərimiz özləri ilə məşğuldurlar. Bizim filmlərimizin fikir verin, əksəriyyəti qəhrəmanlar kişilərdir. Kişilər ancaq kişiləri özləri kişi rejissorları öz problemləri düşündürür. Qadın da atdılar hardasa arxa plana. Və Emil Quliyevin deməli Əqrəb mövsümü filmində mən serialında daha doğrusu yazmışdım o haqqda. Orada çox maraqlı qadın obrazları var idi da. Biri İlahə Həsənovanın oynadığı obraz, bir də Güşvər xanımın oynadığı ana obraz. İki uşağını itirir də, səhv eləmirəmsə. Orada o qadını bax o qadın onun oynadığı qadın obrazı klişe ana obrazı değildi. Niyə? Çünki o öz ağrısını, öz kədərini tamamilə fərqli ifadə vasitələri ilə ifadə edirdi və orada bir yer vardı. Emil bunu nəzərdən qaçırmışdı. Ana oğlanlarını itirib mətbəx səhnəsidir. Anaya nəsə deyirlər, ana heç nə hiss etmir. Ana öz dünyasındadır. Tamamilə başqa şeyləridir. Bu xətt yarımçıq qırıldı və bu çox təbii idi. Çünki ana iki övladını itirib. Ana artıq bu dünyada deyil. Ana övladlarının olduğu dünyada yaşayır və bu dünyaya o reaksiya vermir. Bu xətti çox təəssüf ki, Emil Quliyev davam etdirməmişdi. O xətt qırılmışdı. Çox pis şəkildə qırılmışdı. Və Güşvər xanımın da buna çox maraqlı aktrisadır, yeri gəlmişkən Vətəndaş Ağanın ssenarisini yazan Asiman Ağanın anasıdır. Və Güşvər və kino onun fakturası da kino üçün çox maraqlıdır. Bu obrazı elə zay elədi. Sonra İlahə Həsənovanın orada obraz vardı ki, əri ilə münasibətləri, oğlunu itirib əri ilə münasibətlərini qaydaya sala bilmir. Orada da ümumiyyətlə dramaturji xətt itmişdi. Yəni heç nə anlaşılmırdı. Bunu Aygün Aslanlı da yazmışdı və çox haqlı qeyd eləmişdi. Yəni çünki mənə elə gəlir ki, Emil daha çox kişi obrazlarına fokuslanmışdı. Əsas qəhrəmanları və həm əsas kişi obrazlarında, həm də ikinci plan oynayan kişi obrazlarını və qadınları tamamilə unutmuşlar. Və bir də orada maraqlı bir obraz da vardı. O aktrisanı mən oradan tanıdım. Mila Bekova, səhv eləmirəmsə belə Mila xanım da çox maraqlı aktrisadır. Sonra mən onu Körpü Emil'in bir serialı da çıxdı, Körpü idi deyəsən. Bəli. Orada onu deməli rejissor rolunu oynuyordu Mila xanım. Mən gördüm dedim, ay Allah bu qadın kimdir belə? Sonra baxdım ki, o qədər başqalaşmışdı, başqalaşa bilmişdi o da. Yəni bizim də oradan da çox istedadlı aktyor potensialımız var. Sadəcə rejissorlar bunu görməlidirlər və işləməlidirlər. Sevda xanım, özünüzdən sonra üçün tələbələr, akademik fəaliyyətiniz var, məsəl üçün. Özümdən sonra tələbələrim yoxdur, amma biz Kino İttifaqının nəzdində kinoşünaslıq emalatxanası düşünürük. Mən həmişə deyirəm ki, istənilən tələbəyə, kino ilə məşğul olmaq istənilən adama təmənnasız yardım göstərməyə hazıram. Bundan zövq alıram, çünki özüm də öyrənirəm. Və indi müəyyən tələbələr deməyim, cavanlar var ki, onlar mənə müraciət edirlər və mən əlimdən nə gəlirsə vaxtımı çox rahatlıqla ona xərcləyirəm. Çünki mən özümdə o yolu keçmişəm, amma mənə xüsusi belə deyə öyrədən olmayıb kino sahəsini. Amma çox yaxşı redaktorlarım olub və onlardan birini xatırlamaq istəyirəm. 525-ci qəzetin redaktoru Yusif Rzayev Azərbaycanda 3 ən yaxşı qəzet redaktorundan biri və düşünürəm ki, son magikanlardan biri. Təəssüf ki, mən ondan çox şey öyrənmişəm, çox şey. Və ona çox minnətdaram. Və bu gün də kimsə məşğul olmaq istəyirsə, hər cür yendirəm ki, təmənnasız yardım göstərməyə hazıram. Sevda xanım, çox sağ olun. Həm gəldiyinizə görə, həm də mən sizdən çox şey öyrənirəm. Sizin Telegram kanalınızdan çox şey öyrənirəm. Və buna görə sizə çox təşəkkür edirəm ki, siz bu qədər maarifləndirirsiniz insanları. Özdə dostlar, mən buralara bir yerə yerləşdirəcəm sizin Telegram kanalına linki. Çox maarifləndirici postlar paylaşırsınız və mənim kinoya baxışım. Məsələn, mən sizdən rejissor dili öyrənirəm. Rejissorun gözündən baxmaq öyrənmişəm və baxdığım filmlərə bir də sizin o verdiyiniz кейslərlə bir daha gedib baxıram, başqa şeylər görürəm. Çox təşəkkür edirəm buna görə. Mən təşəkkür edirəm sizin peşəkar suallarınıza görə. Biraz da orada belə yaxşı mənada yaradıcı, intriqalı suallar oldu və çox xoş
xoşuma gəldi ki, çünki mən hər müsahibədən bu qədər zövq almıram. Çünki bir qayda olaraq öz belə deyim, müsahibələrini araşdırmırlar, mövzunu yaxşı bilmirlər, amma siz mövzuya kifayət qədər hakim idiniz. Var olasınız. Çox sağ olun. Mən Təşəkkür təşəkkür edirəm. edirəm, sağ olun. Dostlar, siz isə bizi izləyirsiniz və rəylərinizi yazırsınız ki, biz sizinlə dialoqa keçə bilək. Kinomuz yaşasın, kinomuzu yaşadanlar da yaşasın ki, çünki bu təbliğat maşınıdır, bu ölkəmizin təbliğatıdır, bu tariximizin təbliğatıdır. Növbəti Hər Şey Şünasda görüşürük.